Şamaxı rayonunda təbibin mentor klinika layihəsi çərçivəsində mühüm əməkdaşlıq addımı atılıb. Respublika Klinik Xəstəxanasının 60 həkimi növbəlik əsasında 1 il müddətinə Şamaxı rayon mərkəzi xəstəxanasına təhkim olunacaq. Bu barədə Şamaxı rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı rayon mərkəzi xəstəxanası arasında imzalanan əməkdaşlıq memorandumunda qeyd olunub. Layihə çərçivəsində bölgədə kadr çatışmamazlığının aradan qaldırılması üçün travmatoloq, neonatoloq, anestezoloq, reanimatoloq, şüa diaqnostika, ailə həkimi, terapevt və mama ginekoloq kimi ixtisas üzrə həkimlər ezam ediləcək. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutun yad edilməsi ilə və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Bugün biz Şamaxıdayıq. Şamaxı Mərkəzi Rayon Xəstəxanası ilə Mirqasımov adına Respublika Klinik Xəstəxanası arasında bir memorandum imzalandı və bu memorandum çərçivəsində Şamaxı Mərkəzi Rayon Xəstəxanasında çatışmayan dar ixtisasından olan həkimlərin buraya ezamı nəzərdə tutulubdur və bununla da əhali daha keyfiyyətli, daha əlçatan tibbi xidmətlərlə təmin olunması nəzərdə tutulmuşdur. Həm yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə, həm Həmkarlar İttifaqı Konfederasiyasının dəstəyi ilə bu layihə baş tutdu. İnşallah ki, xeyirli olacaq. Həyata keçirilən sosial yönümlü dövlət siyasətinin istiqamətlərindən biri də səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Və bu istiqamətdə həyata keçirilən mentor klinika layihəsi iştirak etməkdən çox qürurluyuq, çox fəxr edirik ki, bu layihədə iştirak edirik. Bu layihə həm tibbi kadrların potensialının artırılması, bilik bacarıqlarının artırılması, həm tibbi keyfiyyətinin yaxşılaşdırılması istiqamətində olmaqla yanaşı, həm də üzvlərimizin sosial rifahını təmin olunması məqsədi üçün xidmət göstərəcək və əminəm ki, bu layihə sağlam gələcək naminə birgə məsuliyyətin bir paylaşımıdır. Çıxışlarda qeyd olunub ki, layihənin Şamaxıda həyata keçirilməsi ümumilikdə bölgə əhalisinin ixtisası, tibbi xidmətlərdə əlçatanlığını xeyli artıracaq. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Cəmilə Nəsir qızı Rafiq Həsənova, Elçin Məlikov, Həcər Həsənova bugün informasiya proqramı üçün.